Salam, mən Rauf Kazımov, həkim uroloq. Bugünkü mövzumuz kişilərdə rast gəlinən xarici cinsiyyət üzvünün kandidozu barəsindədir. Kandidoz bir göbələk tərəfindən törənən xəstəlikdir və bu göbələyin adı Candida albicans-dır. Kandidoz zamanı kişilərdə aşağıdakı əlamətlər müşahidə olunur. Qaşıntı, qızartı və ödem, yanaşı olaraq penisdə qıcıqlanma, ağ ifrazatın gəlməsi, cinsi akt və sidyə çıxarkən ağrı və narahatçılıq hissinin olması. Kandidozun müalicəsi əsasən göbələk əleyhinə preparatların, mazların sürtünməsi ilə həyata keçirilir və buna ən əsas klotrimazol və mikozol mazlarını misal göstərə bilərik. Yekun olaraq, əgər biz müalicənin nəticəsini istəyiriksə, son nöqtəyə qədər, yəni söylənilən bu əlamətlər tam bitənə qədər həmin mazların istifadəsi tövsiyə olunur. Yanaşı olaraq pasiyentə gigiyenanı qorumaq, dar və sintetik alt paltarlarından istifadə etməmək, o cümlədən qıcıqlandırıcı, aromatizatorlu sabunlardan istifadə etməmək tövsiyə olunur.